Salam dostlar, Mauc Xəbərinin efirindən sizi salamlayırıq. Mən və Aytac, Səsli Düşünürüyün növbəti podkastından. Bugün bizimlə birlikdə dəyərli dostumuz Oqtay Kazımovdur və biz bugün ümumiyyətlə dövlətin vətəndaş qarşısında olan öhdəliyindən danışacağıq. Konkret hallardan danışacağıq, hansı ki dövlət borclu idi, nəyisə etməyə və etmədi və ümumi öhdəliklərdən də danışacağıq. Bu məsələdə niyə danışmaq istədik biz? Çünki bəzi şeylərdə elə bil ki bizim üçün tam aydın deyil. O qədər əksik qalmışıq ki bu dövlətin qayğısından deyim. İndi də tam dərk edə bilmirik. Elə bilirik ki onu biznes etməlidir, onu şəxs etməlidir, hansısa şirkət etməlidir, amma dövləti yaxın qoymuruq ki bunu dövlət etməlidir. Ona görə istəyirəm ki bu məsələyi bacardığımız qədər açaq, bacardığımız qədər konkretləşdirək. Və ölkədə də son dönəmlərdə xüsusilə bir neçə hal baş verib, hardakı birbaşa dövlət məsuliyyəti görünür qıraqdan, lakin rütbəli şəxslər belə deyək, bu məsuliyyəti götürməli olan şəxslər və bunun üçün maaş alan insanlar çıxıb hər dəfəsində vətəndaşları günahlandırıblar və yaxud təbiəti günahlandırıblar və yaxud da ki, yəni günahlandırmağı həmişə bir üçüncü şəxs tapıblar və belə bir ölkədə başımıza bir gün nəsə gələcəyini gözləyərəkdən yaşamağa davam edirik. Oqtay, giriş etdik, biraz ağır oldu kimi. Amma xoş xəbərlə başlaya bilərik. Bəli, deməli dostlar, bu gördüyünüz kitab Günel Mövlüdün kitabıdır, Düşərgə kitabı və hazırda gördüyünüz gürcücə versiyasıdır. Oqtay Kazımov tərcümə edib bunu. Və tərcümə versiyası yaxşı olar ki, Oqtayın özü danışsın. Təşəkkür edirəm əvvəla dəvətiniz üçün. Ümumiyyətlə demək bu kitab 81 kitab arasında, yəni Sabah ədəbi deməli müsabiqəsi hər il keçirilir və 2003-cü ildən etibarən keçirilir və olduqca mötəbər bir ədəbi müsabiqədir və burada təqdim olunan 81 tərcümə edilmiş, gürcü dilinə tərcümə olunmuş kitabdan final üçün onu seçilib və bu seçilənlər arasına mənim tərcüməm də daxil olub. Bu sevindirici bir haldır. Təbii ki, qələbə biraz yüksək, belə deyək, rəqabətdən irəli gələrək düşünmürəm. Amma elə tərcüməçilər var və elə kitablar var, hansılar ki, böyük rəğbət qazanıb və ciddi demək əsərlərdir. Onların arasında mənim tərcüməmin olması da çox sevindirici bir haldır və bu da təbii ki, gələcək işlərim üçün qəşəng və gözəl bir stimuldur əslində. Mən təşəkkür edirəm ki, buna demək diqqət verdiniz. Çox balaca bir əlavə edim bu hissəyə. Düz öz şəxsi söhbətlərimizdə demişəm, yeni bitirdim. Təəssüflər olsun. Oqtay mənə bir il bundan əvvəl hədiyyə etmişdi bu kitabı. Və oxuyarkən hətta bunu bildirmişdim ki, gürcü dilinə elə bil ki, gürcü dilini mən yenidən öyrənmiş kimi oldum. Yəni hətta dəftərimdə 4-5 səhifəlik belə lüğət yazmışam. Bu nə sözlərdir belə. Ona görə həqiqətən təbrik edirəm Oqtay. Çox sağ olun. Mənim üçün də çox xoşdur ki, belə demək, sizin diqqətinizi çəkdi və ümid edirəm ki, gələcəkdə gürcü dilindən Azərbaycancaya, Azərbaycancadan gürcü dilinə tərcüməçilərimizin sayı artacaqdır və daha samballı bir tərcümə olacaq və ümumiyyətlə biz bir məktəbdən danışa bilərik. Çünki məsələn fars dilindən gürcücəyə tərcüməçiliyin böyük bir ənənəsi var orta əsrlərdən üzü bu yana. Və yeni dövrdə də ki, belə bir məktəb formalaşıbdır. Ancaq təəssüflər olsun ki, Azərbaycancadan gürcücəyə və yaxud əksinə hələ ki, pərakəndə şəkildə tərcüməçilər var. Amma bu hələ ki, ənənəyə çevrilməyib və mən böyük məmnuniyyətlə demək belə bir ənənənin yaranmasını və tərcüməçilərin çoxalmasını gözləyirəm və bunun üçün istedadlı gəncləri gördüyümdə məsləhət görürəm. Onun təəssüflər olsun ki, çoxları mənim məsləhətimi dinləmirlər. Oqtay, ümid edirik ki, elə bir ölkədə yaşayarıq. Nə vaxt ki, belə oturub ədəbiyyat söhbətlərindən çox maraqlı gedir və belə saatlarla söhbət edir. Amma hal-hazırda bəlkə hamımızda ədəbiyyat çox siyasi fenomendir. Onun üçün də çox da uzaq deyilik məsələn. Yəni. Ona görə məsələn, bu düşərgədə bu toxunulan mövzu da elədir, belə deyək, ədəbiyyat və siyasətin məsələsidir. Siyasətin nəticəsidir oradakı o düşərgənin yaranması və bunu ədəbiyyat belə demək olar insanlara
müəyyən bədii dildə, ürək dildə təqdim edir. Təbii ki, düşərgə həyatı haqqında çox araşdırmalar var. Ondan sonra belə demək olar, məruzələr var və onlar daha çox belə quru faktlara dayanmış məsələlərdir. Amma burada insanların həyatı başına gələn müəyyən şəkildə elə bil ki, rəqəmlərlə göstərə bilməyəcək şeylər olur. İnsani münasibətləri açıqlayır. Onun üçün də ədəbiyyatın bu rolu və ümumiyyətlə belə deyək ki, izah edici, şərh edici rolu çox müsbətdir. Bəli, burada eyni zamanda gender məsələsi də çox gözəl vurğulanıb, belə necə deyim, qadınların perspektivindən baxılıb məsələ və təəssüf olsun ki, bəli, hər bir münaqişədə, hər bir böhranda əsas yük qadınların çiyinlərinə düşür və nədənsə elə olur ki, qadınlar özlərini heç bir zaman itirmirlər. Bir ümidgah yeridir. Mən bunu ciddi olaraq deyirəm. Real həyatda da belə olub. Həmişə demək müharibədən ən pis nəsibini alan, ən acı nəsibini alan qadınlar və uşaqlar olur və onların çiynində keçir. Ola bilsin kişilər məsələn ön cəbhədə mübarizə etsinlər, amma bütün sosial problemlər, kişilərin gördükləri işlər belə qadınların boynuna düşür və düşmən tərəfi hansısa bir kəndi, şəhəri, bir ərazini işğal edəndə də təəssüflər olsun, zorlamalar, təcavüzlərdən qadınlar ən çox öz nəsiblərini alırlar və bunun üçün də amma buna baxmayaraq yenə də onlar sınmırlar. Nə qədər kişi tez sınır, amma qadınlar sınmır və bir ailəyi ətrafında toplaya bilir. Yeri gələndə əlinə silah da alır, yeri gələndə demək silah sursat da daşıyır, cəbhədə də kömək edir. Belə deyək ki, yaralılara da o baxır, uşaqlara da o baxır, qocalara da o baxır və burada bu vurğulanıb əslində. Kişilərin çoxu dözmür düşərgə şəraitində ya demək içməkdən pozulurlar və yaxud da qaçırlar oradan və yaxud da qadınları istismar etməklə məşğuldurlar. Çünki məsələn pambıq pullarının əlindən alıb öz bildikləri kimi onu idarə edənlər kişilərdir. Bəli. Keçək yavaş-yavaş məsələmizə və ümid edək ki, doğrudan da bir gün o qədər gündəm, o qədər belə yüngül olsun ki, ədəbiyyata yüngül gözlə baxırsınız. Xeyr. Ona görə yəni bu dəqiqə bizim gündəmimiz o qədər məşğuldur ki, yəni təsəvvür edin, nə bilim, kimlərisə biz azlıqların mövzusunu danışa bilmirik. Hardakı ciddi şəkildə sistemik problemlər var və vaxt var idi ki, biz bu problemləri danışanda hətta belə bezəndə mən hətta indi öz-özümə deyirəm ki, keşke o günlər olaydı və orada bezdiyimiz problemləri təzədən bir də geri qayıdıb danışa biləydik. Bəli, yəni bu gün təsəvvür edin, Tvalcirelice küçəsində insanlar evlərini itiriblər. Bəli. Yəni nə bilim, çox uşaqlı ailədir, eşdə qalmalı olur. Nə bilim, kimlərsə nə bilim, məsələn, bir çox məsuliyyətdən danışacağıq da biz burada. Kimlərsə evini itirib, kimlərsə həyatını itirib, dövlət məsul uşağını itirib. Hazırda insanlar aksiyadadır. Biz bu podkastı yazdırarkən paralel olaraq insanlar küçədədirlər. Yəni gündəm o qədər məşğuldur ki, seçki məsələsi var. Seçkiyə bir tərəf deyir ki, ümumiyyətlə seçkidə iştirak etməməliyik, boykot edirik. Digər tərəf deyir ki, yox, hakimiyyətlə, qeyri-legitim hakimiyyətlə mübarizə yollarından biri elə seçkidə iştirak etməkdir. Yəni gündəm o qədər məşğuldur ki, necə deyim, indi biz bilirik ki, bu kitabı biz sabah da danışa bilərik. Bir il sonra da danışa bilərik. Və bu düşərgə neçə vaxtda çıxıb biz indi danışırıq. Yəni bəzi məsələlər var, bilirik ki, biz indi danışmalıyıq bunu. Yəni bu dəqiqə qaça-qaçdadır və biz bunu səninlə çox müzakirə edirik. Deyirsən ki, indi bu dəqiqə bunun vaxtıdır, bunu etməliyik, icmadan bunu gözləməliyik. Yəni onu demək istəyirik, yoxsa əlbəttə ki, ədəbiyyata pis gözlə. Bizdə sadəcə ədəbiyyata yanaşma yalnız estetik olub ki, ədəbiyyat sevgidən, məhəbbətdən danışmalıdır, amma ciddi ədəbiyyat həmişə sosial problemləri önə çıxarıbdır və bu da siyasidir təbii ki. Amma yəni biz də bilirik ki, ədəbiyyatın bir çox əsərləri də cinsiyyətçidir, qadın bədənində, nə bilim, qara qaş, qara göz, nə bilim, dağ, daş belə, o da ki, istər-istəməz o yanaşmayı da bərkidir yəni. Bu haqda sonra danışa bilərik təbii ki. Amma siyasi məsələdə bəli, ədəbiyyat bu gün lazımdır. Bəli, əlbəttə. Ədəbiyyat incəsənət.
Keçək birbaşa məsələmizə. Siyasi məsuliyyət ümumiyyətlə Oqtay sənin bir tarixi belə deyək perspektivdə dəyərləndirmək bilginə belə deyək güvənərəkdən deyirəm. Həmişə çox maraqlı olubdu sənin söhbətlərin. Çünki mövzuları bir-birinə bağlamaq məsələsində düşünürəm ki, təcrübən də var. Yəni Gürcüstanda nə vaxtsa siyasi məsuliyyətin olduğu bir dönəm olubmu və hal-hazırdakı siyasi məsuliyyətin belə deyək alınma dərəcəsini necə dəyərləndirirsən sən? Bunun üçün gərək biz ümumiyyətlə siyasi məsuliyyətdə nəyi nəzərdə tuturuq təbii olaraq onu araşdıraq, elə deyilmi? Məsələn, sizə görə siyasi məsuliyyət nədir? Yəni vətəndaşların sosial problemlərinə baxmaq, onu dinləmək və yaxud siyasi məsuliyyəti biz ardıcıl bir siyasət aparma kimi də görə bilərik ki, ondan sonra hökumətlərin əvəz olunması məsələsi də var, hakimiyyətlərin əvəz olunması da siyasi məsuliyyətdir və yaxud siyasi məsuliyyətdir ki, mən verdiyim vədləri yerinə yetirə bilmədim, buna görə özlərimə siyasi məsuliyyət götürürəm və bu məsuliyyətin nəticəsində istifaya gedirəm. Elə deyilmi? Bu ən gözəl məsuliyyətlərdən biridir. Onun üçün də ümumiyyətlə dövlətçilik dedikdə burada məsuliyyət məsələsi öz-özündə nəzərdə tutulur və bu heç də asan bir iş deyil. Buna müəyyən ənənə də lazımdır, amma Gürcüstan və yaxud qonşu ölkələrdə də olduğu kimi demək onları işğal edən qüvvələr ilk növbədə həmin bu siyasi məsuliyyət məsələsini, siyasi ənənəni və siyasi təfəkkürü pozurdu. Dövlətçilik təfəkkürünü aradan aparırdı. Bu o deməkdir ki, sən düşünmə, sən sadəcə əmrə müti ol, tabe ol. Sənin yerinə özüm düşünəcəm və ondan sonra sən sadəcə bu mənim qəbul etdiyim qərarlara əməl et. Və bugünkü bizim siyasi böhranımız ki, mən deyərdim ki, müstəqilliyi əldə etdikdən sonra biz siyasi böhrandayıq. Təbii ki, Bolşevik dövründə də müəyyən yox ki, siyasi böhran idi. Çünki işğal olunmuş bir ölkə idi və demək əmrlər Moskvadan gəlirdi. Bunlar yalnız icraçısı və tətbiqçisi olurdu. Buradakı yerli hakimiyyət həmin bu demək əmrlərin, elə deyilmi? Və burada siyasi təfəkkürdən, ondan sonra dövlət anlayışından söhbət gedə bilməzdi, ola da bilməzdi və bu özünü müstəqilliyi əldə etdikdən sonrakı dövrdə də bariz şəkildə göstərdi. Məlum oldu ki, heç bir siyasi təcrübə olmadan insanlar dövləti idarə etmək istədilər və düşündülər ki, ümumi şüarlar çıxarmaqla, ümumi belə deyək ki, aksiyalarda müəyyən vətənpərvər demək cümlələrdən və yəni ifadələrdən istifadə etməklə hər şey qaydasında olacaqdı. Amma məlum oldu ki, yox, burada başqa məsuliyyətlərdən gedir söhbət. Burada məsələn iqtisadi məsələlər var ki, bu düz yoluna qoyulmalıdır. Ondan sonra siyasi idarəçilik məsələsi var ki, bu təcrübə yoxdur. Hamı özünü messiya, yəni xilas edici hesab edir və öz tutduğu yolun həqiqət olduğunu demək bilir. Ondan sonra düşünür, daha doğrusu öz qarşı tərəfini şeytanlaşdırmaqla məşğuldur, anti-PR qurur ona qarşı ki, onu pisləsin, cəmiyyətin gözündən salsın və düşmən kimi qələmə versin. Məsələn, arqumentlər bitdiyi təqdirdə qarşı tərəfi həmişə hansısa da ikinci və yaxud üçüncü bir dövlətin casusu kimi qələmə vermə bir məsələlər var. Amma məsuliyyəti olan ölkələrdə və dövlətlərdə harda ki, bu siyasi ənənə var, o bilir ki, müxalifətin nümayəndəsi və müxalifətdə bu ölkə üçün heç bir zaman pis bir niyyətdə deyil, sadəcə baxışlarda fərq var, iqtisadi baxışlarda, beynəlxalq məsələlərdə və burada sadəcə həqiqətən də ideoloji müəyyən demək diskussiyalar baş tutur və bir hakimiyyətdən gedir. Ondan sonra o yerinə başqası gəlir, amma bu gedən heç də ləğv olunmur və bilir ki, müəyyən müddətdən sonra onun yenə demək dövlətin başına qayıda bilmək şansı var və heç kim bu imkanı, bu fürsəti onun əlindən almayacaqdır. Onun üçün də proseslər çox rahatdır. Heç kim panikaya qapılmır və hamı məsələn hakimiyyətdən getdikdən sonra oturur düşünür ki, məsələn mən harda
bir zəiflik nümayiş etdim? Niyə mən seçilmədim və bundan gözəl bir nəticə çıxarır, elə deyilmi? Bütün bunların hamısı siyasi məsuliyyət məsələsidir ki, bizim ölkədə bu formalaşmayıb və formalaşa da bilməyəcək. Çünki hər demək dövlət başına gələn il dönümü elə özündən başlayır və düşünür ki, ona qədər sivilizasiya yox idi və budur sivilizasiyanı quran və bizim ölkədə Gürcüstanda siyasi ardıcıllıq fenomeni yoxdur. Onun üçün də və biz mülkiyyət də toplaya bilmirik. Niyə varlana bilmirik? Çünki məsələn əgər qərb ölkələrində böyük babadan babaya, babadan ataya, atadan övlada, övladdan da onun övladına və nəvəyə keçirsə, bu toplana gəlir bir mal mülk və hardasa da 6-cı nəsil artıq belə demək olar zəngindir. Bizdə belə bir şey yoxdur. Hər bir nəsil yenidən başlamalı olur. Çünki itirə-itirə gəlirik də. Məsələn, insan öz həyatında nələrsə əldə edir, ondan sonra bunu bölür övladları arasında və yaxud itirir və övladları sıfırdan başlamış olur və çox ciddi bir problemlər yaranır. Onun üçün də bu dövlət məsuliyyəti məsələləri ilə həmin bunu nəzərdə tutur ki, ümumiyyətlə həm demək ardıcıl siyasət aparmalısan, ikinci şeydə məsələn mərhələdə isə deməli xalqın seçiminə hörmət bəsləməlisən. Bax bu olmadığı üçün olduqca məsuliyyətsizdir. Bir də ki hakimiyyətdə olan əgər məsuliyyətsiz davranırsa, o zaman aşağı qollar da eyni belə demək olar şəkildədir və təəssüflər olsun ki, bu günün özünə kimi siyasət ən tez və ən sürətli şəkildə varlanma yoludur. Onun üçün də bura idealistlər deyil, həqiqətən demək mal-mülk əldə etmək istəyi ilə alışıb yanan insanlar gəlir və gələn kimi fürsəti fövtə vermədən bir zaman nə vaxt olacaq deyə bir şey demək və öz şəxsi rifahına can atır və bu da təbii ki məsuliyyətsizliklərin başıdır. Deməli, biraz belə sadələşdirək. Sənin danışdığın daha yüksək səviyyədə olan şeylərdir. Ümumi idi daha çox belə. Bəli, aydındır. Mən istəyirəm ki, daha biz vətəndaşdan danışaq, birbaşa vətəndaşdan danışaq. Nə cür təsir eləyir? Biz tez-tez danışanda ki, nə bilim deyək ki, hansısa nazir, hansısa parlament üzvü, nə bilim rüşvət alıb, tez varlanıb, nə bilim hansısa bələdiyyə sədri, nə bilim öz əmsi oğluna deyək ki, tenderdə qalib gəlib, əmsi oğlu qazandırıb belə ya da asanlaşdırılmış tenderlə o qazanıbdı, nə bilim böyük pul götürüb oradan. Bu insanlara çox vaxt çatmır. Çünki elə hesab edir ki, elə də olmalıdır da, nəsə böyük bir pul var. Bu Sovet ənənəsidir ümumiyyətlə. Hə, böyük bir pul var, niyə bunu yad qazanmalıdır və fikirləşir ki, bəlkə mən də olsam, mən də belə edərdim. Amma burada bir şey dərk edəmirik ki, biz bu pul bizim puldur. Və bunu da dərk eləməmizdə məncə ən böyük səbəblərdən biri odur ki, yəni ümumiyyətlə görmürük biz, nə öz zəhmətimizi görmürük, adını qoya bilmirik. Məsələn, biz elə bilirik ki, deyək ki, mənim atam elə bilir ki, onu saxladığı malı özü üçün saxlayır və bütün faydasını özü görür. Nə bilim, kimsə qoyun saxlayır, kimsə əkir, səpir, elə bilir ki, özü üçün əkir və faydanı yalnız özü götürür. Çünki o birbaşa dövlətlə əlaqə olmur deyə, o dövlətə verdiyi pulu, verdiyi xeyri görmür. Və çox zaman da əslində cəmiyyətdə də çoxluq bizə bunu hiss elətdirir. Məsələn, mən ən çox rastlaşdığım şeydir ki, əksəriyyət deyir ki, bizim çörəyimizi yeyirsiniz, bizim torpağımızdasınız və nə bilim bizi nəyisə bəyənmirsiniz belə. Ona görə də elə bil o şeyi tam dərk eləyə bilmirik ki, o pul hardandır? Məsələn, hansısa bir bələdiyyənin büdcəsini dolduran kimdir? Əgər 40% mənəmsə də bu bələdiyyənin 40-50% də büdcəni də elə mənim cibimdən dolur da, birbaşa proporsional olaraq hesablasaq. Bəlkə real hesablasaq daha çox, çünki daha çox işləyən bizik, qara işləri görən bizik, ən çox vergi verən bizik. Ona görə də belə o, necə deyim, o ürəyinə yaxın aparmaq məsələsi olmur. Bizdə elə bilirik ki, hə, kiminsə puludur, hansısa böyük şirkətdir və yaxud da ki, məsələ işə götürmədə biz deyəndə ki,
məsələn bələdiyyə işə götürməni şəffaf etmir, konkurs əsasında etmir, öz yaxınını götür. İnsanlar fikirləşir ki, nə var ki, bəlkə mənim özəl şirkətim olsa, mən də əmim oğlunu götürərdim, onu tanıyıram, ona etibar eləyirəm, amma o bələdiyyə onun şəxsi mülkü deyil. Yəni biz o qədər uzağıq ki, bu məsəl o bələdiyyədən. Ən aşağı hələ bələdiyyə deyirəm. Hələ parlamentdən o qədər uzağıq ki, heç nə bilim, harda yerləşdiyini bilmirik, qapısını tanımırıq. Nəticə olaraq da orada nə baş verirsə, hansı nazirlikdə nə baş verirsə də elə bilirik ki, bizim məsələmiz deyil, bizə aid deyil. Biz onu da yoxuq orada. Onu da bizi dövlət sektoruna işə götürən yoxdur. Mənə nə ki, nə bilim, Georgimi götürülüb, yoxsa Pedremi götürülüb. Yəni çox da bir şey dəyişmir mənim həyatımda. Təxmini belə bir anlayış var. İndi istəyirəm bunu yanaşaq ki, əslində sənin dediyinlə də çox əlaqəlidir ki, əgər ki kimsə siyasətə ideologiya kimi yox da varlanmaq gözündən baxırsa, o insandır, nə bilim, öz əmsi oğlunu işə götürən, öz yoldaşına artıq maaş yazan, nə bilim, belə böyük rəqəmlərdə benzin alan, nə bilim, böyük məbləğləri süfrə üçün xərcləyən, hansı ki, sonra baxırsan ki, o süfrə tenderində kim iştirak edib? Yenə özləri iştirak edibdir. Baxırsan ki, hə, sadəcə bələdiyyədən pul çıxarılıbdır. Onu istəyirəm ki, biz danışaq, aça bilək ki, o pul bizim haqqımızdır əslində. Yəni sənin, nə bilim, bəlkə də uşağın xəstələnəndə ki, sən dövlətdən əlavə dəstək almalısan və ala bilmirsən, sənə yox deyirlər və yaxud da heç getmirsən. Niyə getmirsən? Çünki heç məlumatın yoxdur. Çünki tərcüməçi istəyir səndən, heç qapısını tanımırsan ki, hansı tərəfdən açılır və sən haqqın olan o pul gedir kiminsə, nə bilim, hansısa keçən Xarici İşlər Nazirinin paltarını araşdırmışdılar ki, nə bilim, $3,000, $5,000 kostyumları filan fəsmə ki, halbuki bunların maaşı da 5-10 min laridir. Yəni heç kim də oturub fikirləşmir ki, kimsə bir ay işləsin və aparsın bütün maaşını bir dənə kostyuma versin. Verməz də. Heç kim, mən $1000 maaşım olsa $1000 şalvar kostyum geyinmərəm. Məntiqli fikirləşək. Çünki 100 dənə xərcim olar. Nə bilim, evimdə, eşiyimdə, budur, odur. Ona görə də bəllidir ki, bu pul başqa mənbələrdən gəlir və o pul hansı puldur? Bizim üçün xərclənməli olan puldur. Sənin asfaltına xərclənməli olan puldur. Sənin suyuna xərclənməli olan puldur. Nə bilim, sənin sağlamlığın üçün xərclənməli olan puldur. İndi məsələn 3 sentyabrda xərçəng xəstələrinin yürüyüşü keçiriləcək Tiflisdə. Onlar deyirlər ki, biz yetərli maliyyəyi ala bilmirik. Yəni sən xərçəng olubsan və özünü etibarda hiss eləmirsən. Nə bilim, gündə nə qədər elan görürük biz dostlarımızın ki, hansısa bir xəstəlik var, müalicə olmaq üçün pul yığırıq. Yəni bu məsuliyyətlərdən istəyirəm danışaq ki, bizim haqqımız olan, yəni biz normal ölkədə yaşamaq varkən, normal şəraitdə mən niyə qorxmalıyam ki, ayda birdən xəstələnərəm, xəstələnib həmişə gedə bilməyəcəm. Əmək haqqlarım da qorunmayıb mənim. Heç kim mənim xəstələndiyim üçün gözləməyəcək. Yəni normalda xəstələnəndə şirkət sənə icazə verməlidir. Əmək hüququm qorunmadığı üçün şirkət mənə icazə də vermir. Oradan səhiyyə sığortası düzgün işləmədiyi üçün, düzgün xəstəxana olmadığı üçün, düzgün sistem olmadığı üçün o dərmanları nətər alacağımı bilmirəm. Sağ qalacağımı, qalmayacağımı onu bilmirəm. Məsələn, mən keçən aylarda Laqodexidə bir araşdırmada iştirak edirdim. Günlük kirayəyə kim ki işləyir, günlük işlərdə o işləyən qadınlarla söhbət elədim, fokus qrup keçirirdim. Bu nə işdir? Nə bilim, üzüm dərməkdir, çiyələk dərməkdir, üzüm budamaqdır. Belə ağır fiziki işlərdir. Səhər tezdən durur bu insanlar. Hardasa 3-dən 4-dən dururuq deyir, gün çıxana kimi işimizi bitirək deyə. Və soruşanda ki, məsələn, siz xəstələnəndə nə olur? Deyək ki, üzüm dərərkən qayçı ilə əlini kəsdin, nə bilim, və yaxud da deyək ki, o sahəyə dərmanlamışdılar, sən də gelsən o dərmanlı sahədə işləyirsən, xəstələnirsən, allergiya olursan, zəhərlənirsən, nə baş verir? Deyirlər ki, heç nə baş verəsidir. Biz o gün maaşımızı ala bilmirik, hansı gün ki işləmədik və əlbəttə ki, müalicə xərclərimizi özümüz qarşılayırıq. Bəli, bu olduqca geniş məsələdir və ümumiyyətlə demək Amerikada və Qərbdə vergi ödəyici
anlamı var. Yəni anlayışı. Vergi ödəyici elə bil ki, müqəddəs bir varlıqdır. Yəni biz 2018-ci ildə Amerikaya səyahət edəndə dövlət proqramı çərçivəsində Dövlət Departamenti tərəfindən hər görüşdə Dövlət Departamentinin işçiləri və ümumiyyətlə biz dəvət edən proqramın rəhbərləri elə bil ki, boynumuza bir minnət qoya-qoya etdilər ki, bax siz bura Amerikanın vergi ödəyicilərinin ödədikləri pulla gəlibsiz. Onlar heç bir vəcihlə deməyiblər ki, sizi bura Amerika hökuməti çağırıb. Yox. Deyir vergi ödəyici. Yəni bu vergi ödəyici çox yüksək səviyyədə görülür və niyə? Çünki həqiqətən də insanlar işləyirlər və dövlət büdcəsi onların bu zəhmətləri bahasına irəli gəlir və bununla oradakı dövlət müəyyən bir üzrxahlıq da edir. Elə bil ki, biraz utanır da, çəkinir də ki, üzr istəyirik. Bir halda ki, dövlət yaratmışıq və dövlət hər bir vətəndaşı qorumalıdır və dövlətin özünün demək ki, sərfiyyatı var, özünün xərcləri var. Bax sizin bu zəhmətinizdən müəyyən bir miqdarı götürürük. Ona görə ki, yenə sizin özünüzü qoruyaq, müdafiə edək, elə deyilmi? Məsələn, tutalım, asayişi qorumaq üçün polis strukturudur, odur, budur. İndi bunu necə təlqin edirlər ki, orada insan vergi ödədiyini bilsin. Biz Gürcüstanda nəsə bir məhsul alanda, bir əşya alanda vergisi ilə bərabər ödəyirik. Həmin o demək onun qiymətini. Amma Amerikada belə deyil. Amerikada gedirsən məsələn $18-dırsa hər hansı bir əşya, orada vergisi yazılmır. Vergisini sənə satıcı deyir. Deyir ki, bunun vergisi $18 vergisi filan qədərdir. Məsələn $3.50 tutalım deyək. Və sən bunu əlavə verirsən. Mən bir dəfə karıxmışdım mən məsələn $7, $7 uzadırdım. Dedi yox, bunun demək ki faizi bu qədərdir, vergisi bu qədərdir və mən əlavə vergi ödədim. Soruşdum ki, axı buna nə ehtiyacı var? Bizdə çox rahatdır, məsələn, birbaşa ödəyirik. Orada dedilər, yox, bunu ona görə edirik ki, vətəndaş bilsin nəyə nə qədər vergi ödəyir və ondan sonra vətəndaş demək dövlətdən hesabat tələb etsin. Vətəndaşın haqqı olsun durub desin ki, mənim ödədiyim vergilər nəyə xərclənir? Yəni və hökumət və hakimiyyət demək ona hesabat verməyə borcludur həqiqətən. Onun üçün də bu kimi dövlətlərdə həm vergi ödəyənləri əzizləyirlər, həm də ondan qorxurlar. Amma bizdə belə bir vətəndaş və vergi ödəyicisi qarşısında məsuliyyət yoxdur. Biz dövlət məsuliyyətindən danışırıq. Elə deyilmi? Burada bu məsələlər hamısı eyni cür. Bu alınır. Ondan sonra nə vətəndaşda bu hiss var ki, mənim vergimlə təşkil olunur, məsələn, bu büdcə əslində mənim cibimdən çıxır və mənə də qayıtmalıdır və mənim rifahım üçün demək bu xərclənməlidir. Nə də ki, dövlət bir məsuliyyət hiss edir bu məsələdə ki, bunlardan almışam mən bu demək vergiləri. Onun üçün də mən məsələn nəsə bir şeyə borcluyam. Elə deyilmi? Ümumiyyətlə bütün xərclədikləri və sərf etdikləri hesabatları bağlayıblar. Məsələn, məlumat istəyirsən, məlumatı vermir sənə. Nəyə xərcləndi, vermir. Və bu məsuliyyətsizliyin belə yüksək dərəcəsi kimi demək olar. Bunun üçün Qərb ölkələrində həmin naziri ya baş naziri nə bilim nə edərlər, minimum istefaya gedər. Yəni belə şey ola bilərmi ki, sən öz və cəmiyyətin qarşısında, vətəndaşın qarşısında hesabatdar olmayasan, hesabatlı olmayasan və hesabat təqdim etməyəsən onun qarşısında. Onun üçün də vətəndaşda vergi ödəyicilik kimi belə bir şüur yoxdur, bir təfəkkür yoxdur, bir hiss yoxdur. Və bu hiss əlbəttə ki, hamısı hələ uşaq bağçasından belə gəlməlidir və uşaq bağçasına qədər ailələrdə olmalıdır ki, mən vergi ödəyiciyəm, bu dövlətin büdcəsini mən təşkil edirəm və ondan sonra təbii ki, gedib bir şey tələb etməyə üzü çatmır. Elə deyilmi? Yəni düşünür ki, dövlət kimə istəsə bunu verə bilər, kimə istəsə verə bilməz və bu şəxsiyyətlərin şəxsi iradəsindən irəli gələrək olmalıdır, qanunən deyil. Çünki kimlərə sosial yardım veriləsidir, həqiqətən də verilmir. 5-6 maşın olan adamlar sosial yardım alır, özü də tək özləri deyil, ailə üzvləri belə.
burada artıq korrupsiyadan gedir söhbət və heç kim gəlib demir ki, birbaşa tələb etmir. Hamı bunu bilir təbii ki, bilir ki, ədalətsizdir, amma demir ki, mənim filan kəs ödədiyim vergilərdən imkanlı şəxslərə niyə sosial yardım verirsən və mənə kimə düşəsidir, niyə düşmür ona? Onun üçün də hər şey başlı-başına buraxılıbdır Gürcüstanda və belə ədalətsiz bir mühit yaranır və dövlətin təməli ədalətdədir. Yəni bir dövlətdə əgər ədalət yoxdursa, o özünü hüquqi dövlət kimi təqdim etməkdə, nümayiş etməkdə, belə deyək, onu nümayiş etməyə, təqdim etməyə onun ixtiyarı yoxdur əslində. Elə deyilmi? Onun üçün də bax biz artıq gəlirik tənqidi düşünən vətəndaş konsepsiyasına ki, o hər ona təqdim ediləni belə demək olar, əqlin süzgəcindən keçirmədən qəbul etməməlidir. Və hər yerdə əgər burada ədalətsizliyi görürsə, bu ədalətsizliyin aradan qaldırılması üçün mübarizə aparmalıdır. Amma biz Sovet repressiyalarını görmüş bir cəmiyyət olaraq bundan qorxuruq və burada da artıq gəlir hökumətlə dövlət anlayışlarını qarışdırma, bəli, səhv salma məsələsidir. Əzizlərim, hökumət gəldi gedərdir, dövlət nisbətən əbədi fenomendir əlbəttə ki, amma dövlətlər yarana da bilir, inkişaf edə də bilir, tənəzzül edə də bilir, ölə də bilir, elə deyilmi? Və dövlətin əbədi olması üçün və daima yaşar olması üçün gərək hər bir vətəndaş belə demək olar, ona öz töhfəsini versin və ondan öz töhfəsini alsın. Çünki dövlət ona görə yaranır ki, vətəndaşı müdafiə etsin, mühafizə etsin, belə deyək. Və vətəndaş bunun üçün vergi ödəyir, vətəndaş bunun üçün, məsələn, tutalım, hərbi xidmətə gedir, vətəndaş bunun üçün müxtəlif peşələrə, ixtisaslara sahib olur ki, dövlətinə lazım olan sahələrdə işləsin və ona, belə demək olar, mal, mülk belə deyək, artırsın onun üçün, elə deyil mi? Müəyyən bir əqli məhsullar yetişdirsin ki, bu dövlət bundan inkişaf etsin. Amma belə olmadığını görürük biz və onun üçün də hakimiyyətə qarşı çıxan insanı dövlətə qarşı çıxan kimi qəbul olunuruq və bunu xəyanətdə ittiham edirik. Bu isə tamamilə zidd olan bir şeydir. Biz hökumətlə dövləti ayırmalıyıq bir məsələdə. Bilməliyik ki, məsələn, tutalım, əgər bir yerə, bir istiqamətə, demək, istiqamətdə irəliləyiriksə, məsələn, avtomobillə bir sürücü seçmişik aramızdan və bu sürücü, məsələn, nə qədər sürə bilər sizcə? Tutalım, 20.000 kilometr gediləsidir. 20.000 kilometri o dayanmadan, dincəlmədən, belə demək olar, istirahət etmədən, yanacaq doldurmadan maşını idarə edə bilməz, elə deyilmi? Bir müddət bir gedəndən sonra dayanmalıdır və yaxud ola bilsin ki, çox təhlükəli, belə demək olar, idarə edir maşını. Biz deməliyik ki, indi dayan, keç, yorulmusan, əyləş arxada, arxadakı keçsin qabağa. İndi görə bu necə sürücülük edir, elə deyilmi? Bu cür dövlət də belə idarə olunmalıdır və əks təqdirdə burada nəsə bir, üzr istəyirəm ifadəmə görə, bir, necə deyim, belə bir sürü təfəkkürü hakim olur ki, bax, bugün mən sükanı əlimə keçirmişəm, rol deyilir bizə. Elə deyilmi? Mən istədiyim kimi idarə edəcəm, amma axı mənim sərnişinlərim deyirlər ki, bu cür olmaz belə və mən onları dinləməliyəm, elə deyilmi? Dövlət də bu cür idarə olunur və orada da mütəmadiyyən dəyişməlidir ki, yeniliklər gəlsin. Bir şey inkişaf etmirsə, o ölməyə məhkumdur və inkişaf üçün mütləq hakimiyyətlər dəyişməlidir və bu boş sözlər deyil, çünki biz bunun bariz nümunəsini hər yerdə görmüşük. Və bir də bir böyük problem var bu məsələdə. Bu həmrəylik mədəniyyətinin olmamasıdır. Həmrəylik mədəniyyəti olmadıq bir yerdə cəmiyyət olmur. Bütün dinlər, bütün sivilizasiyalar, hər şey həmrəyliyə doğru, birliyə doğru çağırır, elə deyilmi? Onun üçün də yəni vətəndaşlıq və dövlət bir neçə demək, atributdan deyim, bir neçə meyardan təşkil tapır da ümumiyyətlə. Yəni bu ərazi birlik, ərazi olmalıdır dövlət olmaq üçün. Ondan sonra bu vətəndaşlar olmalıdır. Ondan sonra özünün, məsələn, tutalım, bəli, baş bir qanunu, bəzi yerlərdə konstitusiyadır, bəzi yerlərdə konstitusiya olmayır, amma bir neçə baş qanun var, bununla idarə olunur dövlət. Bu dövlətçiliyin formalarıdır. Hər xalq üçün
bir forma, yəni ya uyğundur, uyğun deyil və bunu özləri seçməlidir. Amma bu ümumi bir həmrəyliyin nümayişidir, sərgisidir, elə deyilmi? Yəni biz toplandıq və burada həmişə yazılır ki, tutalım hətta Roma dövründə belə deyirdilər ki, Roma xalqı və senatı, yəni birgə qərar verir. Bəli. Belə Publiscue Romanorum et Senatus et Publiscue Romanorum. Yəni senat və Roma xalqı. Hər yerə bu yazılırdı. SPKR belə gedirdi abreviatur olaraq. Hətta bunu yəni miladdan əvvəl Romalılar başa düşdü ki, respublika deyilən şey ki, bu ortaq iş deməkdir latınca. Publika və respublika, iş və xalq. Yəni ortaq iş belə. Onlar başa düşdü ki, vətəndaş da burada aparıcı və çoxlu üsyanlar oldu ki, bizi də Roma vətəndaşı elan edin. Roma dövləti daxilində yaşayırdılar, amma tam hüquqlara malik deyildilər. Ona görə bir neçə üsyan oldu və axırda bunlar güzəşt getməli oldular. Senat ki, bəli, filan xalqlara da biz Roma vətəndaşı hüququnu verməliyik, elə deyilmi? Burada da bizdə öhdəliklər də var, hüquqlar da var. Biz vətəndaş olaraq öhdəlikləri boynumuza götürmüşük, vergiləri ödəyirik, qanunlarda riayət edirik burada, amma nədənsə haqqımızı və hüququmuzu tələb etməkdən qorxuruq bu şeydə və bizim nümayəndələrimiz belə bütün cani dildən deyirlər ki, bəli, siz vətəndaş bircə bizə qulaq asmalısınız, bizim dediyimiz kimi davam etməlisiniz. Halbuki legitimlik bizim əlimizdədir. Ona güc verən bizik. Bəli, güc verən bizik. Bizim problemimiz həmin buradan gəlir ki, vətəndaş təfəkkürü, vətəndaş həmrəyliyi məsələsi çox zəifdir və yaxud yox dərəcəsindədir və böyük bir nihilizm deyim, böyük bir belə demək olar, laqeydlik hökm sürür vətəndaşlarımız arasında. Həm etnik səviyyədə bu belədir məsələn, həm sosial məsələlərdə belədir, həm dini məsələlərdə belədir. Çünki biz cəmiyyət olaraq bir-birimizdən fərqləndirən demək xüsusiyyətlərə daha çox fikir veririk, nəinki bizi birləşdirən xüsusiyyətlərə. Bizim ortaq dəyərlərimiz yoxdur. Gürcüstan vətəndaşlarını birləşdirəcək heç bir ülvi dəyər yoxdur ortada. Bu ədalət də ola bilərdi, bu həmrəylik də ola bilərdi. Bu məsələn tutalım milliyyətçi vətəndaşlıq, milliyyətçi belə vətəndaş milliyyətçiliyi belə olar da, bu cür bilmirəm düz ifadə edirəmmi? Nasionalizm deməkdir, bəli. Bax bu da ola bilərdi, elə deyilmi? Amma deyil. Burada seqreqasiya keçir. Məsələn, birinci dərəcəli, ikinci dərəcəli vətəndaşlar söhbəti gəlir. Birinci dərəcəli, ikinci dərəcəli dini xadimlər məsələsi gəlir. Və bizim cəmiyyətdə belə bir məsələ var. Və başqa cür necə ola bilər? Bura Gürcülər ölkəsidir. Amma konstitusional olaraq, konstitusiya olaraq bu belə deyil. Və yaxud da xristianların ölkəsidir. Və yaxud ikinci bədbəxtlik odur ki, xristian dövlətidir. Bunu ən çox məsələn dominant etnik qrup olan Gürcülər təlqin edir ki, pravoslavdılar, bəli, və deyirlər ki, Gürcüstan hətta xristian deyil, pravoslav ölkəsidir ki, bu belə bir şey cəfəngiyatdır. Çünki konstitusiya, orada konstitusiya olaraq Gürcüstan sosial dövlətdir və sekulyar dövlətdir. Amma təbii ki, qanunda biri var yazılan, demək de jure, bir də var de facto məsələsi. Bizim ölkənin fəciyyəsi budur ki, de jure ilə de factoyu uzlaşdıra bilmir. Ya gərək birbaşa bütün bu de jure məsələləri aradan çıxara və de facto yaza ki, Gürcüstan xristian dövlətidir filan bəsməkən bu cür, ya da ki, belə demək olar, əməldə də demək konstitusiyanın tələb etdiyi şərtlərə əməl edə. Elə deyilmi? Amma bax burada bu cür olmur deyə, inam yoxdur, ideya yoxdur deyə ortada. Onun üçün də bir sürü təfəkkürü ilə idarə olunan bir ölkə. Nəhayətində deyirik ki, dövlətlə dövlətçilik eləmək olmaz. Hökumətlə o da hökuməti nəzərdə tuturlar dövlətdə. Amma dövlət problem budur. Bəli, bizdə bu iki əsas məfhumu, termini, istilahı bir-birinə qarşı tərəf salırıq. Onun üçün də nəticədə demək bir-birimizi başa düşə bilmirik. Biz hələ gərək görək dövlət nədir, hökumət nədir, ondan sonra görək hansına nə müqavimət göstərə bilərik. Elə deyil? Məgər hökumətdir mənim hüququmu pozan. Dövlət mənəm əslində, vətəndaşdır. Ərazidir və vətəndaşdır. Vətəndaşsız ərazi dövlət ola bilməz.
Dövlət olmasa, ərazi Ərazi olmasa olmadan da heç vətən- bir şeyin vətəndaşı ola bilməsən, elə deyilmi? Bu ikisi üst-üstə düşür və əgər onlardan biri aradan gedərsə, o zaman belə demək olar dövlətçilikdən danışa bilmərik. İki şey vurğulamaq istəyirəm. Deməli, birincisi biz danışanda çox vaxt mən məsələn rast gəlirəm. O da əslində fikirləşirəm ki, bəlkə də dominant qrupun bizə yeritdiyi bir şeydir ki, davamlı özümüzü günahlandırırıq. Deyirik ki, nə bilim, məktəb var, gedib dil niyə öyrənmirik? Telefon var, niyə gedib maariflənmirik? Bəli, Oktayla bunu danışırdıq biz podkastdan öncə. Davamlı belə özümüzdə axtarırıq ki, biz tənbəlik, bizdə vətəndaş şüuru yoxdur, nə bilim biz savadsızıq, nə bilim və yaxud da ki, o məsələdə də ki, bir-birimizə həmrəyliyimiz yoxdur, bir-birimizin irəli getməyimizi istəmirik. Davamlı belə özümüzdə axtarırıq ki, bizik pis olan və dominant qrup da bizə həmişə bunu öyrədir ki, sən nə yaxşısan, məsələn Oktay, sən nə yaxşı gürcücə bilirsən, kitab da tərcümə edirsən, sən də belə nətər deyim də, belə elit ailədən gəlməyibsən ki, sən də kənddən gəlibsən, sən öyrənibsənsə, demək başqası da öyrənə bilərdi. Sən edibsənsə, sən nə bilim, biraz belə mülk yığıbsansa, biraz belə maaşın varsa, başqası da edə bilərdi. Demək ki, problem sənin icmandadır, problem sənin özündədir. Amma burada heç kim dövlətin etməli olduğundan danışmır. Heç kim ondan danışmır ki, məsələn, deyək ki, mən niyə çox zəhmət çəkməli idim bunun üçün? Adi bir dövlət dili öyrənmək niyə bu qədər çətin olmalı idi? Nə bilim, deyək ki, başqa... Deməzdim heç kim. Niyə bunu deyən ictimai fəallar var, biri də sənsən. Bəli. Deyirik biz, amma təəssüf ki, bu belə şey olmur da, çox yayğın deyil, yayğın şeylik deyil. Tez-tez biz özümüzü günahlandırırıq və düşünürəm ki, bu da öz öhdəliyini yerinə yetirməyən hökumətin bizə yeritdiyi bir şeydir. Biz də nədənsə bunu çeynəməmiş udmuşuq. Demişik ki, bizik pis, həmişə də bu psixologiya ilə gedirik belə. Amma əslində heç kim və bir də belə bir şey var. Bir şeydə məncə səhv eləyirik ki, elə bilirik ki, qanunda yazılıbdır ki, hər kəs nə bilim cinsiyyətinə, siyasi görünüşünə, dininə, irqinə baxmayaraq hər kəs bərabərdir. Biz deyirik ki, bizə deyirlər ki, siz qanun qarşısında bərabərsiniz. Heç kim sənin nə bilim nazir olmağına mane olmaz. Qanunla, yəni sən nazir ola bilərsən, prezident də ola bilərsən, Oktay. Ona görə də get ol da, yaxşı oğlan olsaydın, yaxşı qız olsaydın, Qavelaşvili yox, Zurabişvili yox, Aytac olardı, Oktay olardı. Bizə bunu deyirlər. Amma bizim o başlanğıc, o start nöqtəmizin ədalətsiz olduğu haqqında danışılmır və biz də onu dərk eləyə bilmirik ki, necə yəni deyək ki, Tiflisdə böyüyən bir Nino ilə mən bərabərəmmi? Deyiləm, yəni. O gözünü açanda anadan gəlmə gürcü dili bilirdi, mən sonradan öyrəndim. Onun deyək ki, getdiyi məktəbdə ingiliscəni çox yaxşı səviyyədə öyrədirdilər. Mən gəldim 20 yaşından sonra cibimə biraz pul düşəndə ingiliscə öyrənməyə başladım. Onun evində nənəsinin kitabxanası var idi. Çünki nənəsi də nəsə oxuyurdu. Mənim nənəm heç ömründə məktəbə getməmişdi. Atam anamın maksimum edə biləcəyi yazıb oxumaq, öyrənmək oldu və müvafiq olaraq mənim heç bir kitabxanam yox idi. Kitablarla nə bilim neçə yaşımda tanış oldum. Bunları biz görə bilmirik ki, harda o qırılır o şey, yəni o qanun bərabərdir deyir, amma niyə bərabər deyilik? Bir də bu həmrəylik məsələsi var. Bu da çox ciddi məsələdir və mən düşünürəm ki, bugün biz nəyəsə nail ola bilmiriksə, bunu demək də düzgün deyil. Nələrsə əlbəttə nail oluruq. Biz sistemli işləyəndə, davamlı işləyəndə nələrsə nail oluruq, amma çox ciddi nəticələr görə bilmiriksə, bunun səbəblərindən biri də o həmrəyliyin olmamasıdır. Amma burada iki tərəfi də deyə bilərəm. Biz başqasına həmrəy deyilik, başqası da bizə həmrəy deyil. Məsələn, keçən həftələrdə Tvalçerelce küçəsində insanlar çöldə qalmışdı. O haqda nə bilim davamlı gedirdi, nəsə etməyə çalışırıq, nə bilim nə edə biliriksə artıq. Heç olmasa deyirik ki, yanınızdayıq. Baxırsan ki, insanlar deyir ki, bizə nə bilim bu kənddə su yoxdur, niyə ona fikir vermirsiniz, buna fikir verirsiniz. Okay, sunun olmaması çox böyük problemdir. Qəbul eləyirəm. Əlimdən gələni eləməyə də çalışıram.
Amma bu da önəmlidir. Və sənin məsələn də okey, amma bu da mənim vətəndaşımdır da. Yəni Tvalcerici küçəsi mənim evimdən 10 kilometrdədir. Bu da mənim üçün həssas məsələdir. Yəni o insanlar küçədə qalıb ev dedikləri yer uçurulubsa da, bu da pisdir. Və eynisə sənin başına gəlsə, sən istəməzsən kimsə sənin yanında olsun. Yəni belə davamlı belə bir-birimizlə qruplaşdırmaq, o pərakəndə düşmə. Belə yəni Tamamilə razıyam əslində, bəli, bizim bu belə bir verilişin leitmotiv məsələsi ki, məsuliyyət söhbəti var, elə ora qayıdırıq da. Məsələn, təbii ki, hər şeyin özünün ilkin şərtləri olur. Burada məsuliyyət bəlkə də 50-50 olmasa da 60-40 məsələsi var ki, bu dövlətin və hökumətin üzərindədir, elə deyilmi? Məsələ ondan ibarətdir ki, bizim hakimiyyətlər və onların simasında dövlət özünün boynuna düşən öhdəlikləri yerinə yetirmir. Və bunun üçün ondan belə demək olar soruşan və bunun açıqlamasını belə deyək, cavabını ondan istəyən yoxdur bu cəmiyyət. Onun üçün də hakimiyyət özünü çox rahat hiss edir. Yenə qayıdırıq ki, hesabdar olmaq istəmir, hesabat vermək istəmir. İndi ilk növbədə bəli, biz nəyi bilməliyik? Biz onu bilməliyik ki, dövlətin bizim üçün etməli olduğu özünün öhdəlikləri var, yerinə yetirməli olduğu öhdəlikləri var. Nədir bu? Birinci odur ki, bəli, su çəkməlidir, içməli su olmalıdır, qaz olmalıdır, işıq olmalıdır, internet olmalıdır, elə deyilmi? Ondan sonra ikinci məsələ odur ki, uşaq bağçası olmalıdır yerlərdə, məktəb infrastrukturu səhmana salmalıdır, abadlaşdırılmalıdır. Üçüncü məsələ odur ki, demək bu məktəblərin yanında idman zalı, laboratoriyalar, məsələn fizika, kimya, biologiya laboratoriyaları fəaliyyət göstərməlidir. Nə üçün? Onun üçün ki, məsələn, şagird özünün istədiyi və kitabxanası da olmalıdır əlbəttə. Demək ki, gələcək ixtisasını könüllü surətdə seçə bilsin, elə deyilmi? Yəni maraqlansın və ümumiyyətlə ximiyanı və yaxud fizikanı oxuyub öyrənəndə biri var nəzəri, biri də var praktiki məsələ. Bizim məktəbdə praktiki yox idi. Biz heç bir şagird olaraq heç bir təcrübə keçirmirdik, eksperiment keçirmirdik. Yəni bizim üçün bizə yalnız nəzəri düsturlar deyilirdi və bu düstur nəyə xidmət edir, heç kimin xəbəri yox idi. Əyani şəkildə biz bunu görmürdük. Onun üçün də bugün belə söhbətdə dedim ki, bizim məktəbdən kim oxudusa hamı humanitar demək fənlərdə oxudu. Heç bir texniki fənnə getmədi adamlar. Məsələn, hüququ bitirənlər oldu, ondan sonra nə bilim tibbi bitirənlər oldu, şərqşünaslığı bitirənlər oldu. Heç kim nə bir fizik çıxdı bizim kənddən, nə bir ximik çıxdı, heç bir şey. Niyə? Çünki bunun üçün struktur yox idi və bunu tələb edən cəmiyyət də yoxdur əslində. Bizim cəmiyyətdə belə demək olar müəyyən bir ticari gözlə baxır. Harda yaxşı gəlir varsa, illa da mütləq məsələn ora getməlidir. Ondan sonra o qədər adam gedir ora ki, insanlar rəqabət yüksək olduğu üçün hamı iş tapa bilmir və deyir ki, mən oxudum, nə oldu? Bir belə deyək ki, nihilizmdə yaranır bu şeydə. Amma və lakin təbii ki, birinci məsələdə bəli, dövlət hələ yəni hakimiyyət özünün boynuna düşdüyü məsələləri yerinə yetirməlidir. Və əgər bir hakimiyyət bunu yerinə yetirmirsə, demək o hakimiyyət dövlətin başında olmağa layiq deyil və biz bunu seçib başqasını gətirməliyik. O başqası gələn də bilir axı cəmiyyətdən artıq nə kimi sifariş gəlib. Keçən hakimiyyət niyə seçilmədi? Sabiq hakimiyyət elə deyilmi? Niyə səs toplaya bilmədi? Çünki cəmiyyətdə bu tələbləri yerinə yetirə bilməyib. Və yaxud bu bölgənin cəmiyyəti üçün bu daha aktual məsələdir. Mən bunu yerinə yetirməliyəm. Əks təqdirdə mən ona səs qazana bilməyəcəm. Və bir də bir məsələ var. Ümumiyyətlə dövlət bizə, öz vətəndaşlarına vətəndaş kimi baxmır, seçici kimi baxır. Və bu seçiciyə də çox ucuz gözlə baxır. Yəni düşünür ki, bunun sosial səviyyəsi nə qədər aşağı olsa, səsləri o qədər, bəli, təhsil səviyyəsi də eyni zamanda o qədər belə deyək, rahat onun səsini qazana bilər. Amma indi biz baxırıq ki, ənənəvi olaraq müstəqillikdən sonra da yəni
bizim istədiyimiz kimi hələ ki hökumət gəlmir də, bu belə deyək, elə deyilmi? Və burada bizim boynumuza düşən nə ola bilər? Bu böhran bizi nəyə təlqin edə bilər? Elə bil nəyə təlqin edə bilər? Məsələn, həmrəylik məsələsinə gəlirik yenə. Tutalım bir kənddə kitabxana yoxdur və uşaqlar kitab oxumaq istəyirsə, cəmiyyət olaraq biz bu kitabxananı aça bilərik, elə deyilmi? Və yaxud nəsə bir belə icma mərkəzinə ehtiyacı varsa, cəmiyyət olaraq bu icma mərkəzini biz təşkil edə bilərik. Və yaxud kimsə bir istedadlı uşaq var, həqiqətən istedadlıdır, amma imkanı yoxdur ki, oxusun və cəmiyyət olaraq biz bunu elə özümüz götürə bilərik öhdəmizə, onun təhsilini maliyyələşdirə bilərik ki, belə bir şeylər olubdur. İndi bir dənə pis misal çəkmək istəyirəm. Məsələn, Afro-Amerikalıların tarixi Amerikada. Siz bilirsiniz ki, onlar belə demək, kölə kimi ora daşıdılar. Həqiqətən dinlərini əlindən aldılar. Bir çoxu müsəlman idi, onların sahibləri demək onları xristianlaşdırdılar, tələb edərək zorla və bu təfəkkür dillərini unutdular adamlar, ənənələrini unutdular. Amma müəyyən vaxt keçəndən sonra onlar bu ağların şeyi oxumağa başladılar, İncili. Və gördülər ki, İncildə yəni heç bir seqreqasiya, ayrı seçkilik yoxdur. Və buradan başladı düşünməyə ki, sən bəs deyirsən ki, xristian dini müqəddəsdir, yaxşıdır. Bəs xristian dininin əməllərinə, əcəba tələblərinə niyə əməl etmirsən? Məsələn, ondan sonra orada artıq İslam məsələn, Avropanın gözü ilə gerdə qalmış bir din kimi qəbul olunurdusa, Afro-Amerikalıların arasında İslam müqavimət dininə çevrildi, elə deyilmi? Və orada sual verməyə başladılar ki, əcəba İsa Məsih hansı ki, yaxın şərqdən idi, elə deyilmi? Yaxın şərqdən olan İsa Məsih necə ola bilər ki, sarışın, göygöz bir adam ola bilər ki, yaxın demək şərqdə əsmər bənizli, belə qaraşın insanların yurdudur. Və burada dedilər ki, yox, sizin bizə belə deyim olar, sırıdığınız bu din deyil və bəziləri etiraz əlaməti olaraq artıq İslam dinini seçdi və burada da müəyyən bir ifrata varmışlar. Elə bilirlər ki, İslam yalnız qara dərililərin dinidir və sonra məsələn Malcolm X həcci ziyarət edəndə baxdı, gördü ki, sarışın göygöz müsəlmanlar da mövcud imiş və geri qayıtdı ki, xeyr, bu döndükdə belə bir məsələlər oldu. İndi mən nəyi demək istəyirəm? Mən çox böyük ayrı seçkiliyə məruz qaldılar həqiqətən də, bizim təsəvvür edə bilməyəcəyimiz ayrı seçkiliyə, amma burada bir mübarizlik başladı. Necə başladı? Maariflənmə məsələsi ilə. Və hamı var gücü ilə maarifləndi və axırda bunun nəticəsi oldu ki, Amerikanın prezidenti Afro-Amerikalı ola bildi. Afro-Amerikalı kişi. Kişi hələ ki. Bəli, amma az qalsın ki, keçən seçkilərdə də düzdür, tam Afro-Amerikalı deyildi, amma belə deyim, əsmər bənizli xanım da Amerika heç qadın seçmədi. Qadın seçmədi indiyənə kimi və özlərinə bunu çox böyük bir qəbahət bilirlər və mən əminəm ki, yaxın müddətdə və dövrdə demək bu iş yenə olacaqdır. Təbii ki, onun da özünün demək belə deyək, necə deyim mən, bu nöqsandır və onu etiraf edirlər, gizlətmirlər. Açıq cəmiyyət budur ki, öz çatışmazlıqlarını da dilə gətirə bilərsən. Belədir, bəli. Bir hökumət əgər öz öhdəliyini yerinə yetirmirsə, bunun məsuliyyəti həm onun üzərindədir, həm bizim üzərimizdədir ki, biz onu tələb etməkdə birləşə bilmirik. Yəni belə bir atasözü var ki, el bir olsa zərbi kərən sındırar deyə. Bax, bu pərakəndəlik və yaxud sonra nəsə bir qrup və bu qrupun içindən insanları hasını ki, tez qorxudurlar ya alırlar. Ondan sonra bu ümumi başlayan işin ağzını əyir, belə demək olar. Və bir şeyə nail olunmur. Təəssüflər olsun ki, indiyə qədər belə demək olar, humanist, insanpərvər bir hökumətimiz olmayıb. Təəssüflər olsun. Belə bir şəraitdəyik. Bu da biz vətəndaşları bir-birinə daha həmrəy olub, belə demək olar, birləşməyə təşviq etməlidir əslində. Amma bilmirəm, nədənsə bu hələ də baş tuta bilmir. Bax, bu söhbətdir. Təbii ki, cəmiyyət dövlətin tez həll edə biləcəyi, dövlətin onun üçün yaratmalı olduğu şeylərdən məhrum olduğu məsələdə özü günahkar deyil. Başqa məsələdə. Amma dolayı yolla məsuliyyət onun da üzərinə düşür. Çünki mən həmin bu şəraiti mənə yaratmayan dövlət məmurunu bir daha seçməməliyəm.
Və əgər yenə də gedib seçirəmsə, bu artıq problemdir. Yəni mən artıq vicdanla kompromisə gedirəm, güzəştə gedirəm nəyəsə görə və belə bir şey olmamalıdır. Və yaxud da etiraz əlaməti olaraq seçkilərdə iştirak etmirəm ki, mənim səsim yenə də saxtalaşdırılır bu məsələlərdə. Burdan da çəkinməməliyəm. Yəni mütləq gedib iştirak etməliyəm. Yeri gəldikdə təbii ki, əgər bu seçkinin mənası varsa, bax bunu da bilməliyik, elə deyilmi? Amma Acaradaydı səhv etmirəmsə. Elə ki, mənası olmalıdır bu seçkilərin. Acaradaydı səhv etmirəmsə, keçən il ondan əvvəlki seçkidə idi. Ümumi kənd sözü bir yerə qoyub, ümumiyyətlə kənd seçkiyə çıxmadı və ölkədə ciddi səs gətirmişdi. Bir problemlə bağlı həll yoluna çata bilmədiklərinə görə və bu sənin qeyd elədiyin o həmrəylik, vətəndaşlıq təfəkkürünün bir nümunəsidir. Ümumiyyətlə bizim cəmiyyətdə demoqrafik olaraq baxsaq, bir Gürcüstanda belə deyək də ki, qıraqda ümumi şəkildə biraz fərqlənirik biz. Sovet dövründən gələn insanlar var. Ortada vətəndaş cəmiyyəti deməyim də vətəndaş müharibəsi periodu və yaxud da ki, hələ ölkənin tam olaraq dövlətçiliyə oturmadığı periodda itən bir nəsil var əslinə qalanda. Çünki ola bilər ümumi gürcülər, etnik gürcülər burada nəsə tam olaraq itmədilər, amma bizim insanlar məncə çünki təhsil sistemi uçanda ən birinci bizim azlıqlar üçün belə deyək, yox olur sistem. Təhsil sistemi ilk zərbəni birinci etnik azlıqlar alır, səhiyyə olsa birinci və çox nümunələr eşitmişəm həmin dövrlə bağlı ki, nə qədər zərər görüb bizim insanlar və ondan sonra artıq dövlətçilik ideyası yarananda daha çox bizim nəsil deyə bilərəm və bizdə də ümumiyyətlə bu dəyəri aşlaya biləcək tək yer, çünki bizdən əvvəlki və ondan əvvəlki nəsildə dövlətçilik və bu təfəkkür olmadığına görə belə deyək, bu imkan olmadığına görə bu təfəkkür qazanmaq üçün məktəb qalır əlimizdə. Tək o da ki, vətəndaş təhsili deyə bir fən var məktəbdə. Hansı ki, demək olar ki, bizim məktəblərin böyük əksəriyyətində sadəcə küçəyə çıxıb oynamaq dərsi kimi götürülür və coğrafiya və yaxud da ki, nə bilim, tarix müəllimi tərəfindən tədris olunur və demək olar ki, həmin o müəllimlərin özləri misal üçün o dövlətçilik təfəkkürünü hələ də dərk edə bilməyən insanlardılar və bu ki, sistem, yəni seçki sistemi nətər olmalıdır və yaxud da ki, vergi və yaxud vətəndaşın rolu nədir? Bütün bunların hamısı əslində qalanda o dərslikdə çox rahat, çox gözəl şəkildə öyrədilməlidir. Yəni tədris olunmalıdır. Burada da yəni yenə ümumi ola bilər ölkədə sistem pisdir, vətəndaş təhsilinin öyrədilməyi ilə bağlı, amma bizim üçün həm müəllimlərin azlığı, həm kitabların, həm ümumi sistemin pis olduğuna görə daha da vəziyyət ağrıdıcıdır. Oqtay, qısaca mən bayaq özümə bir siyahı düzəltdim məsuliyyətlə bağlı. Biz Şovidə 33 nəfər təbii fəlakət dedilər adına. Quriyada bu yaxınlarda oldu. Yenə təbii fəlakət nəticəsində vətəndaşlar həyatlarını itirdilər. Çox yaxın müddətdə Vağzalda eyvanın uçması nəticəsində 2 nəfər vətəndaşımız həyatını itirdi. Ondan əvvəl Marneolidə olmuşdu. 2 qadın, hətta onlardan biri hamilə idi. 2 vətəndaş yenə həyatını itirdi. Marita yenicə təmirdən çıxan Vaki Parkın belə deyək fəvvarəsində cərəyan vurması nəticəsində həyatını itirdi. 13 yaşında uşaq. Ondan əvvəl Arzular şəhəri deyə bir qurulan şəhərcikdə Batumidə 2 uşaq o balaca xəndəyə düşərəkdən həyatlarını itirdilər. Ondan sonra Riğe Parkda bir xəndəyə düşdü bir uşaq, 15 yaşında bir oğlan uşağı orada da həyatını itirdi. Ondan sonra Saralice'nin biz bəlkə də köhnə dönəmə artıq getmiş oluruq. Yenə məktəbinin yanında öldürülən yeniyetmə. Ondan sonra Luqanın müstəntiq tərəfindən müstəntiqin yaratdığı ona baskıdan sonra özünü öldürən gənc yeniyetmənin ölüm halı yadımızdadır. Və yaxud da ki 20 iyunda gözünü itirən Mako Gomelauri və bütün bunların arxasından Gomuri və bütün bunların sayılan, sadalanan və hətta davam edə bilər də bu siyahı. Öz icmamızdan da bir nəfər belə, öz icmamızdan danışaq ki, Aytacın məsələsi, 2 Aytacın da hətta neçə gün Kürdə qaldı, tapılmadı. Ondan əvvəl Dmanistdən olan Aytac əri tərəfindən az yaşlı uşaq, məktəb şagirdi əri tərəfindən öldürüldü. Ondan sonra məsələn Bolnisidəki baş verən
Bəli. avariyada öldü və bu avariya niyə dövlətə məsuliyyətli onu deyim ki, daha öncə orada avariya Bir neçə olmuşdu, dəfə və bir neçə nəfər ölmüşdü. ölmüşdü. Daha öncə də satıcı uşaq ölmüşdü. Bəli. Və bilə-bilə ki, orada təhlükə var, yenə oraya düzəltməmişlər, oraya heç fikir verməmişlər və bu halda da ki, hardakı 2 məktəb şagirdi dünyasını dəyişdi. Dövlət nümayəndələrindən bir nəfər də olsun ora getmədi, baş sağlığı vermədilər və orada hələ də heç bir iş görülməyib. Yəni məsuliyyət deyəndə bütün bunları biz nəzərdə tuturuq ki, Aytacın cəsədi də vaxtında tapılmalı idi. 13-14 yaşında bir qız götürüb qaçırılmamalı idi, məktəb şagirdi. Nişanlandığı halda, yəni bir var ki, kimsə məni götürdü, qaçdı, nə bilim, sabahsı gün öldürdü. Deyə bilərik ki, istintaq polis özünü öldürdü, tapa bilmədi, nə bilim, çox axtarış oldu. Bir də var ki, bilirsən ki, bu qız nişanlıdır, nişanlandığı halda məlumat gedib çatıb polisə. Anasını sorğuya aparıbdılar. Yəni sən bilirsən ki, bu uşaq artıq təhlükədədir və yenə gedirsən öz işinlə məşğul olursan. Sonra bu uşaq qaçırdılır, neçə gün orada qalır. Güya bundan heç kim xəbər tutmur. Ondan sonra o uşağı 30 yaşında bir kişi güllələyir, öldürür. Və burada sən dövlətə məsuliyyətini görmürsən, deyirsən ki, oğlan belə, anası belə. Oğlan da bəli günahkardır və ömürlük həbs cəzasını çəkir. Anası da günahkardır, atası da günahkardır. Bilən, görən hamı günahkardır. Buna söz yoxdur. Amma bir tərəfdən də ki, bu uşağı qorumaq əlbəttə ki, dövlətin birbaşa məsuliyyətidir. Yəni dövlət məsuliyyəti mütləq ona, məsələn, ikinci bir izahat başqa verə bilmərik. Çünki dövlətin məsələsi odur ki, o əsas strateji yolları götürür, elə deyilmi? Bu xətti çəkir və sonra bütün strukturlar öz öhdəliyini yetirmə məsələsində bu xətti güdməlidirlər. Cəmiyyət təzadlı bir fenomendir. Cəmiyyətdə daima qarşı durmalar, ziddiyyətlər olur. Cəmiyyət biraz da ləng tərpənən fenomendir və dəyişiklikləri və yenilikləri sevməyən, öz elə bil ki, komfort zonasında qalmağı sevən bir fenomendir. Amma biz intellektualları, ziyalıları, müəllimləri, oxumuşları, siyasətçiləri, incəsənət xadimlərini ona görə əzizləyirik, sevirik və belə bir şəxs olmağa can atırıq ki, bunlar yol göstərirlər. Nəyin pis, nəyin yaxşı olmadığını demək bizə açıq və əyani surətdə göstərirlər, elə deyilmi? Bütün sadaladığınız bu faciələr əlbəttə ki, dövlətin birbaşa boynundadır və hakimiyyətin günahlarından ibarətdir. Çünki hakimiyyət, məsələn, vətəndaş heç bir zaman nəsə xəbərdar edici siqnallar alıb yerləşdirə bilməz və yerləşdirməməlidir. Bu vətəndaşın öhdəliyi deyil, vətəndaşın öhdəliyi elə bir haqqı da yoxdur çünki vergi ödəyir və onun vergisi ilə bu işlər edilməlidir. Helikopter alınırsa da alınmalıdır. Məsələn, işarə edən siqnallar alınmalıdırsa da alınmalıdır, elə deyilmi? Yəni vətəndaş deyir ki, gündəlik şəkildə mən dövləti idarə edə bilmirəm, mənim özümün işim var. Mən bu elə bil ki, öhdəliyi sənə ötürürəm. Sənə legitimlik verirəm ki, bax mənim yerimə, mənim təhlükəsizlik məsələlərimdən sən demək ki, məsul ol. Məsələn, tutalım bu cür ekoloji və yaxud geoloji fəsadların qarşısını almaq üçün mütəxəssislərin olmalıdır ki, bunun üçün də məsələn ali təhsil ocaqları var. Onları dəvət etməlisən bir ekspert kimi və onlar mənim üçün, mənim təhlükəsizliyim üçün vacib olan qərarları verməlidirlər və buna nə lazımsa da bunu yerinə yetirməlisən, elə deyilmi? Amma biz nə gördük? Burada bir məsuliyyətsizliyin, dövlət tərəfindən məsuliyyətsizliyin, hökumət tərəfindən məsuliyyətsizliyin bir, nə bilim mən, zirvəsi idi belə demək olar ki, heç bir vəcihlə heç bir məsələni öz üzərinə götürmək istəmirlər. Heç bir vəcihlə. Məsələn, və bir nəfər belə tutduğu rütbəsindən misal üçün belə deyək də, işdən azad edilmə halı belə olmadı. Niyə yoxdur? Ümumi hakimiyyət dəyişməyindən deyirəm. Bəli, Gürcü arzusu hakimiyyəti şəraitində niyə belə laqeydlik var bilirsinizmi? Çünki onların hamısı bilirlər ki, legitimliyi xalqdan almırlar. Legitimliyin mənbəyi onlar üçün İvanişvilidir. Bir dənə oliqarxdır. Çünki bilirlər ki, bu güc və bu vəzifə xalqdan gəlməyib və xalq qarşısında heç bir məsuliyyət hissi yoxdur, heç bir məsələ yoxdur. Əgər müəyyən bir işlər varsa
Nədənsə məsələn əgər nəyisə iş görmək istəyirlərsə və görürlərsə 1000-də bir dəfə, bu da İvanişvilinin gözündə bəraət qazanmaq üçündür, xalq üçün deyil. Və problem bundan başlayır və çox gözəldir bu məsələ. Bu məsuliyyət əslində həqiqətən də böyük bir şeydir ki, bugünkü hakimiyyətdə biz bunu yerli dibli görmürük. Aytacın məsələsində çox maraqlı idi. Orada axtarışlarda yana-yana deyilən sözlər mənim beynimdə hələ də yenə demək dövr edir də orada deyir. İcazə verin özümüzmü gələk axtaraq? Hanı o məsələn qayıqlar axtarış məsələsində və həqiqətən də dəhşət məsələ idi ki, başqaları da yenə bir faciə baş verməmiş tələb olunan o suyun məsələn səviyyəsinin endirmək məsələsi, aşağı salmaq məsələsi heç gündəmə gəlmədi. Elə bil ki, hökumət belə deyək və onun simasında dövlət böyük bir ayrı seçkiliyə yol verdi bununla. Yəni etnik Azərbaycanlı qız hansı ki boğuldu, onun üçün indir edib məsələn bax bu kimi tədbirlərə əl atılmadı. Və təsadüfən tapıldı. Yəni vətəndaş onun üçün heç bir şey deyil deməkdir. Və əslində bizim cəmiyyət bundan gözəl bir nəticə çıxarmalıdır. Və görməlidir ki, hazırki hakimiyyət üçün o nə deməkdir? İnsanlar tökülüb gəlib axırda kustar şəkildə özlərinin qurduqları qayıqlarla deyim, nə bilim mən belə bir qayığa bənzər bir şeylərlə axtarışa məcbur oldular. Özləri bu işə əllərinə götürəsi oldular. Halbuki dövlətin bunun üçün hər cür imkanı var idi. Sadəcə iradə məsələsi idi və iradə qoyulmadı. Və bunun üçün və biz deyirik ki, məsuliyyət artıq gəlir. Bunu məsuliyyətsizdirsə, mən məsuliyyətli olmalıyam. Yəni mənim hakimiyyətim məsuliyyətsizdirsə, demək mən məsuliyyətli olmalıyam. Necə? Yəni mən bu hakimiyyətlə əməkdaşlıq etməməliyəm. Bu hakimiyyətin demək dövlətin başında qalmasına razı olmamalıyam. Elə deyilmi? Və əgər hakimiyyət qanunları pozaraq demək dövlət başında qalmaq istəyirsə, mən buna qarşı səsimi və etirazımı ucaltmalıyam. Bax elə ki bizim fərqi yoxdur, Gürcüstan bütün vətəndaşlarına aiddir bu məsələ. Elə Quriya məsələsində dövlət həm mərkəzi, həm yerli hakimiyyət bu insanları öz talelərinin axarına buraxdı. Və burada əgər həmrəylik məsələsi nümayiş olunmasaydı və Tiflisdən belə demək olar Kutaisidən və başqa yerlərdən ictimai fəallar, ondan sonra nə bilim mən dağa çıxanlar olur, belə bir şeylər onlar və ümumiyyətlə qarlı və çoğunlu məsələlərdə təcrübəli olan insanlar və dronları olanlar getməsəydilər, həqiqətən də böyük faciələrlə bitəcəkdi onlar. Çünki hara çata bilmirdilərsə, ora dronla yemək, dərman, dəva dərmanı da dron vasitəsilə onlara çatdırırlar. İnsanların məsələn evlərinin damları çökdü. Çünki o şeyin ağırlığından qarın. Və bu zaman hökumətin yeganə gördüyü iş bu işlərə mane olmaqdan başqa bir şey olmadı. Niyə? Çünki burada həmrəylik yaranır. Yəni burada açıq, əyani şəkildə göründü ki, belə demək olar, onlar heç bir şeyə qadir deyillər əslində və ən betəri bu idi ki, bu işlər bitəndən sonra elə bil ki, acığa tutdular özlərinə premiyalar, maaşdan əlavələr, özlərinə mükafatlar yazdılar. Təsəvvür edin, yəni nə qədər bunlardan ötürü vətəndaş heç bir dəyər kəsb etmir ki, bax bu cür istehza edirlər və vətəndaş buna susmamalıdır əslində. Və belə bir məsələlər də var. Bəli, mən başa düşürəm. Məsələ odur ki, hökumət öz öhdəliklərini yerinə yetirməlidir. Amma bunun cavabını ondan kim istəməlidir? Yenə vətəndaşa qayıdırıq. Və hökumət heç bir vəclə istəmir ki, tənqidi düşünən vətəndaş olsun. Onunla vətəndaşın arasında kimsə qeyri-hökumət təşkilatı olsun, kimsə ictimai fəal olsun və bütün gücünü bu ictimai fəalların, qeyri-hökumət təşkilatların qaralamasına sərf edir. Onları düşmən qələminə verməsinə sərf edir və təəssüflər olsun ki, vətəndaşlar bəzi hallarda demək bax bu propagandaya uyurlar və bizim məsələmiz odur ki, bu propagandaya əsla uymayın. Çünki demokratik və həqiqətən də hüquqi bir dövlətdə ictimai fəalların, QHT-lərin rolu əvəzsizdir. Çünki
hökumət bəli başa düşürük, özünün təsisatları var, o var, bu var, amma ictimai fəallar belə deyim, həll edilməsi tələsik olan, vacib olan məsələləri daha çox qabardırlar və bəzi hallarda tutalım iyanələr toplayaraq, müəyyən xeyriyyə kampaniyaları aparmaqla bu məsələni daha tez həll edirlər və mən hökumət olaraq nəinki mən buna qarşı çıxardım, hətta bunun üçün bunu təşəkkür də edərdim ki, bax bu cür gözəl bir işə nail olub və özüm belə töhfə verərdim. Məsələn, təqdim gedib bələdiyyələrə deyilmişdi ki, bir kənddə demək ki, iyanələrlə bir uşaq bağçası tikmək istəyirik ki, bunu da sonunda sizə təhvil verəcəyik və sadəcə pedaqoqların maaşlarını siz təmin edin bu məsələdə və heç bir vəclə buna razı olmadılar. Dedikləri də o idi ki, güya bunların sosial proqramlara xərclənir bütün büdcələri və uşaq bağçası tikməyə demək imkanları yoxdur. Amma mən bələdiyyə sədri olsaydım, siz bələdiyyə sədri olsaydınız, əminəm, əgər büdcə belə buna imkan verməsəydi, belə bir təşəbbüslə bizə müraciət edən demək ki, təşkilatı və yaxud ictimai fəaliyyəti gözəl qarşılayardıq, əlimizdən gələn yardımı edərdik və yaxud əgər belə bir şey yoxdursa, müəyyən sərmayədarlar, yəni investorları cəlb edərdik bu məsələyə ki, bax burada uşaq bağçasına ehtiyacı var və bu uşaq bağçası tikilməlidir. Bilirsiniz ki, Azərbaycan dilli məktəblərdə uşaq bağçaları yoxdur. Məsələn, Bolnisidə, Yadımanisidə uşaq bağçaları yalnız gürcü dilli kəndlərdə açılıbdır və bu da mənim üçün izah olunmaz dərəcədə vəziyyət aktivistlərin çığır-bağırından sonra biraz yüngülləşməyə başladı. Bəli, bir-iki yerdə elə görk olsun deyə belə deyək ki, tikməyə başladılar, amma bu da çox acınacaqlı vəziyyətdir. Çünki həqiqətən də illər itir və nəsillər də itir bu məsələdə, bəli. Onun üçün də ictimai fəalın özünün demək məsuliyyəti var, dövlət qulluqçusunun özünün məsuliyyəti var, QHT-nin özünün məsuliyyəti var və hamı öz məsuliyyətini yerinə yetirdiyi təqdirdə o zaman o ölkədə firavanlıq baş tuta bilər, o ölkə firavan şəkildə yaşaya bilər. Əks təqdirdə hamı öz yaxasını çəkir və yalnız öz şəxsi belə demək olar, ya susmaqla, ya ədalətsizliyə dözməklə, haqqı tələb etməməklə o zaman bu sistem qarışır və nəticədə hamı zərər çəkir və olan yenə də vətəndaş olur, bunu bilməlidir. Yekunlaşdıraq, çünki artıq bir saatı keçdi. Tamam, mən bir yekun söz deyim, ondan sonra sən axırda şey deyirsən. Deməli, mən belə fikirləşirəm ki, biz belə bir nətər demək, onda döngüdəyik, çıxa bilmirik, həqiqətən çarx. Bir çarxdayıq belə. Deməli, bir tərəfdən lənətlənmiş dairədə bəli. Bir tərəfdən düzgün təhsil ala bilmirik, vətəndaş təhsilində ala bilmirik. Ailəmiz, cəmiyyət bizə hər zaman sakit olmağı, qarşı gəlməməyi, etiraz etməməyi, bütün bizim hörmət elədiyimiz hamı bizə deyir ki, sən tabe ol, döz, tabe ol, onda hər şey yaxşı olacaq. El üçün ağlayan kör olar. Kör olar. Vəzifəyə o adamları seçirlər. Palaza bürün ellə sürün. Vəzifəyə adam seçirlər ki, kim ki hər şeyə sakit durubdu, hamının önündə baş əyibdi, kəlli salam veribdi. Yəni seçkiləri saxtalaşdırır. Amma öz xalqına divan tutur. Kapitanların kapitanı olubdu. İndi deyəlim bir namizəd olubdu. İndi artıq mayor rütbəsinə qalxacaq. Bəli. Bu da iki başlı dedim də, çünki İngiliscə mayor deyirlər. Şeydə bir də mayor da yenə. Bəli. Yəni bütün bizə hər şey, bütün mühit bizə onu deyir ki, tabe olsuz. Ondan sonra da digər tərəfdən də 3-5 aktivist də deyir ki, yox, bunu dəyişmək sənin əlindədir, bu reallığı dəyişmək sənin əlindədir, sən susduqca bu vəziyyət daha pisə gedəcəkdir, gəl səsini çıxart. Yəni biz çıxa bilmirik də bundan. Kimlərsə danışan cəzalandırılır, nəsə formada cəzalandırılır, cəhd edilir cəzalandırmağa, kimlərsə polis döyür, kimlərsə tutulur, nə bilim, kimlərsə yaxını işdən çıxardılır. Bütün bunları biz görürük və nəticə olaraq da belə bir reallıq alırıq ki, bir yandan təhsil səviyyəmiz aşağıdır, düzgün təhsil ala bilmirik. Digər yandan məsələn tələbələrə deyirik, amma tələbələri də o qədər belə
təzyiq altındadırlar ki, çünki bina qiymətləri çox Mənzil bahadır. məsələləri. Hə, təhsil haqqını ödəməlidirlər, nə bilim, normal geyinməlidirlər, normal bir Amma yemək əslində yeməlidirlər. tələbələr bunu tələb etməlidirlər. Məsələn, Fransada bütün hər şeyi Bəli, başlayan tələb tələbələr. etməlidirlər, amma sadəcə bu tələbələr o qədər məsələ bilirsən ki, sən tələb edəndə buna 3 il, 5 il biz nə bilim bəzi şeylərə 5 il tələb edirsən ki, axırda olur yəni. O tələbənin də o 5 il həyatda qalacaq resursu yoxdur. Deməli- Və o təcrübəyə də sahib deyil ki, əmin ola ki, yaxşı cəhənnəm, biləm ki, mən 5 ilə nəyəsə nail olacağam, özümü fəda edeyim, gedim mübarizə aparım. Və nəticə olaraq belə gedirik. Yəni irəli gedə bilmirik, çünki kim ki tələb etməlidir, kim ki belə təhsilə biraz əlçatanlığı var, başqa təcrübəyi görür, Rustaveldəkini görür, nə bilim İlya Universitetdə etiraz edənləri görür. O insanların başı o qədər qarışıqdır ki, xilas olmağa və yaxud da ki təhsili məktəb təhsili aşağı olduğu üçün fənni keçməyə o qədər fokuslanıb ki, gürcü dilini yaxşı bilmədiyi üçün dil öyrənməyə, bir yandan translate ilə dərs oxumağa, bir yandan da həyatda qalmaq üçün işləməyə o qədər belə başı qarışıb Amma ki, siz ikiniz bacardınız bunu. bax bu səhvdir ki, sən İstisnalar, bacardınsa qayda olmaz. Sən O- bacardınsa başqası bacarmalıdır. Bu da əslində yanaşı vallahi o adam. kapitalizmin Bəli. gətirdiyi şeydir də mən ki. bunu onu demədim ki, məsələn, bütün bu tələbələrin boynunda olmalıdır bu məsələ. Mən deyirəm ki, bir böhran var və bu böhranın ömrünün uzun olmasında hakimiyyət maraqlıdır. Eləmi? Elədir. Elədir. Yaxşı. Bəs mənim proqramım nə olmalıdır bunun üçün? Mən də sənə onu deyirəm ki, mən başım bu dəqiqə deyirəm ki, axşam evə gedəndə 2 çörək yaparım. Bu fəndən də keçim ki, kətdən məni atam Nə üçün zorla gələcək işsizlik üçün? atam zorla məni oxutmağa bir zulmla, nə bilim deyək ki, qızam bir zulmla icazə almışam. Ya da nə bilim oğlanamsa üstümdə məsuliyyət var ki, sabah arvad gətirməliyəm. Onun üçün də 3-5 lari. Demək burada şəxsi xoşbəxtliyə can atma məsələsi belə var ki, bu deyil da də. Bilirsən ki, yox. ən güclü instinkt həyatda qalmaq O pis. instinktidir. Məsələ budur. Dövlətçi məsələ, dövlətçilik söhbəti, instinktlər və yox, daha doğrusu, da instinktlər səviyyəsində deyil də. Bunun üzərində yüksəlmə məsələsi var. Elə deyilmi? Yəni mən niyə oxuyuram? Bizdə sistem budur. Niyə oxuyuram ki, Pul qazanmaq. Xilas olmalıyam. Okay. Mən niyə məcburam ki, xilas olam? Çünki Oqtay, sistemim yaramır. dedik Elə deyilmi? də, Yəni bu biz bunu sistem ki- məni elə bil ki, müəyyən bir şovullar yarışmasına gətirib çıxarır ki, güclü yalnız xilas olacaq. Amma biz dövləti ona görə qurmuşuq ki, əslində zəifləri müdafiə edək, elə deyilmi? Yəni bu vəhşi bir yabanı həyatda deyillər bunlar ki, kim güclü, məsələn o Nəsimi filmində var. Teymur Ləng deyir burada, məsələn, güclü böyük həşərat kiçik həşəratı yeyir. O onu yeyir. Məgər bu dünyanın özü güc üzərində tətbiq olunmayıbmı? Amma Nəsiminin cavabı nədir? Burada zəif, güclü insan yoxdur. Var kamil insan, bir də kamil olmayan insan. Elə deyilmi bu məsələdə? Və oxumağın məsələsi odur ki, mən o kamilliyə çatmalıyam bu məsələdə. Bu kamilliyə çatmaq o deməkdir ki, məsələn Diogen necə ki bir dənə çəlləyin içində yaşayırdı və İskəndər Makedoniyalı İskəndər getdi ki, məsələn mən səni görməyə gəlmişəm, dedi sən Allah bir çəkil, qoy günəş gəlsin. Yəni qalxıb təzim etmədi ona. Yəni bu filosofluq şeyində başa düşürəm, hamı belə bir şey ola bilməz. Amma bir şeyi bilməliyik ki, yəni təhsilin məsələsi kamilliyə çatmaqdır. Əgər mən oxuduğumla real həyatdakı arasında bağ qura bilmirəmsə, oxuduğumu tətbiq etmək istəmirəmsə real həyatda, ətrafımı yaxşı və gözəlləşdirmək istəmirəmsə, elə deyilmi? O zaman mənim oxumağımın heç bir mənası olmayıbdır. Bu deməkdir ki, mənim tələbəliyimin də bir dəyəri olmayıb əslində. Çünki əgər mən şəxsi qarnımı doyurmaq üçün düşünürəmsə, məsələn, o zaman məsələn mənzil problemi var, elə deyilmi? Var. Tələbələr üçündür. Mənzil kirayələr həqiqətən də bahadır və tələbələrə məsələn lazımdır ki, yataqxana tikilsin. Və bunu birinci ilk növbədə tələbənin özü tələb etməlidir. Və tələb edən tələbələr var idi, amma başqaları qoşuldumu buna? Həmrəylik söhbəti olmadığı üçün bu belə demək olar istək, bu tələb öləzidir. Yəni biz indi oturub dua etməliyik vətəndaş olaraq ki, görünməyən, gözə görünməyən bizə elə bir
hakimiyyət və hökumət əta eyləsin ki, bəxş eyləsin ki, o bizim bu dərdimizi görsün və bu bizim üçün onun üçün prioritet olsun. Düşüncə odur da, yerli səviyyədə də çox biz vaxt burada söyləyirik ki, uduzuruq. kimsə gəlib mənim problemimi görüb həll eləməlidir. Budur məsələ. Mənim Yəni bu dediyim bu çıxış yolu- məsuliyyət söhbəti yolu burdandır. nədir? Mən məsələn Yenidən 1 saat danışa bilərik. Bəli, mən öz məhəlləmin problemi ilə, öz kəndimin, öz icmamın, öz bölgəmin, sonra dövlətimin problemi ilə gündəlik maraqlanmalıyam. Çünki maraqlanmadığım təqdirdə o problemlər gəlib yenə mənə qayıdır və daha dəhşətli şəkildə qayıdır. Və əgər bunu hakimiyyət nədir? Kirayələdiyimiz bir menecer. Və əgər bu menecer sonra gəlib başımıza ağı olur, təsəvvür edin. Və bizi qul gözündə görür və biz buna icazə verməməliyik ki, yox, sənsən mənim, mən səni kirayələmişəm, sənsən mənim köləm, məsələn, əgər belə bir şey odur, əksinə deyil. Bu təfəkkürə gəlib çatmamış ki, bu təfəkkürü də aşılayan kitablardır. Məktəbləri unudaq. Məktəblərdə Məktəblər unudulduğuna görə bu gündəyik. Təəssüf və biz bunu tələb etməliyik ki, məktəblər başqa bir şey deməlidir, elə deyilmi? Onun üçün də burada siyasi belə demək, ictimai fəalların bürosuna çevrilibdir. Bəli. Hakim ictimai fəalların bax burada böyük rolu var və cəmiyyət öz ictimai fəalını dinləməlidir. Sahib çıxmalıdır. Və sahib çıxmalıdır. Yox, bax. Bəli. Elə getdi ki, biz özümüzdə reklama yığışmışıq. Yox, reklamdan getmir söhbət. Mən onu demək istəyirəm ki, ümumiyyətlə ictimai fəallıq indi bu düsturda gəlib, amma həmişə yaşar məsələsi idi. Bu Avropadan bizə təlqin olunmayıb. Sadəcə bunun adı başqa idi, elə deyilmi? Həmrəylik hissi insanda var, empatiya hissi insanda anadan gəlmə var. Sadəcə bunu bir mədəniyyətə, bir vərdişə çevirmə məsələsi Avropadan və Qərbdən gəlir və biz görürük ki, çox uğurludur. Baxın, insanlar Sovet dövründə əslində iməcəlik var idi. Amma bu ideoloji bir xarakter daşıyırdı. Amma ictimai fəallığın məsələn, bəli, biz ona görə düzələ bilmirik. Çünki ölkəmiz qarşısında məsuliyyət hiss etmirik və hakimiyyətimiz də bizim qarşımızda bir məsuliyyət hiss etmir. Onun üçün də burada vəziyyət çox pis olur və həmişə də belə gedəcək. Bu təfəkkür ta dəyişməyincə. 70 il istəyir, bir nəzəriyyəti var. Faciə budur ki, hökumət ki, buna tezdən nail ola bilər. Uşaq bağçasından, məktəbdən, universitetdən, elə deyilmi? Bunun qarşısını alır hər bir hakimiyyət. Çünki bilir ki, suallar verən, tənqidi düşünən vətəndaş onun hakimiyyətdə qalmasına qarşı çıxacaqdır. Uzun müddətli qalmasına əlbəttə ki. Acı, çox son olaraq bir misal gətirirəm. Misal üçün, kəndin deyir ki, o qədər problem var, yoxmu? Bir nəfər gedir, ərizə yazır və o hakimiyyət, o yerli qurum əslinə qalanda sevinməlidir ki, nə yaxşı bir vətəndaşım şeydir də, mənə rəsmi olaraq müraciət eləyir falan. Bunun yerinə götürür, o bir başdan cığazın bir söz var, ilanın mı yoxsa nəyinsə başını əvvəlcədən əzmək lazımdır məsələsi. O adamı elə belə deyək qorxudur ki, sonra o elə bil ki, görk olur və başqalarına da bir nümunə olur ki, okey, gedəndə sən demək iksinə yəni səni orada kimsə yaxşı qarşılamaq yerinə daha da ola bilsin ki, sən harasa qol çəkəndə adicə, nə bilim, nəyisə tələb eləyəndə bu sənə daha da ağır başa gəlsin. Bəli, mən son olaraq bu həmrəyliyin məsələsini nümayiş etdirmək üçün Molla Nəsrəddinə müraciət edəcəm. Teymur Ləng bütün kəndlərə demək özünün döyüş fillərini göndərir, hər kəndə birini. Və bu fil demək bağ-bostan qoymayır, xalq toplaşır ki, buna şikayət etmək lazımdır. Gedək deyək ki, daha artıq kənd təsərrüfatı öldü. Mal-qara da acından qırılacaqdır. Bu fil hər şeyi bastı, yedi, belə demək olar. Və hamısı bərabər gedir və spiker olaraq, belə demək olar, mollanı seçirlər. Və daxil olurlar demək bir saraya, baxırlar ki, oturub başda Teymur Ləng, kim şikayət edir, hamını tutdurur. Və insanlar yavaş-yavaş qaçırlar adamlar və növbə mollaya gələndə geri dönür, görür ki, yox, heç kim, tək qalıb. Və deyir ki, durub getmək istəyəndə Teymur Ləng deyir ki, nəyə gəlmişdin sən də bir? Deyir, Qiblə-i aləm sağ olsun. Gözəl bir fil göndəribsiz bizə. Çox xeyri dəyir kənd təsərrüfatına, bizim rifahımız, amma son zamanlarda biraz məyusluq hiss edirik. Görünür, tək olduğu üçün belədir. Lütfən bir cüt göndərin. Və bu da deyir ki, Allah səndən razı olsun. Hamı şikayət gəlir ki, bu şeydir, bu nə gözəl bir insansanmışsan.
və mollanı da orada biraz mükafatlandırır. Geri qaydanda bu həm yerliləri tökürlər mollanın üstə ki, nə dedi? Bu da deyir, valla sizi kimi dostlara mən baxdım ki, məni orada tək qoydunuz. Gözünüz aydın bir fil daha gəlir. Belə olmaması üçün ki, artıq Teymurləng dövrü deyil və demokratiyadır və heç kimi belə demək olar bu cür cəzaya məhkum edə bilməz və qorxulası əslində bir şey yoxdur. Bax, insanları və döyüşənləri, məsələn, ictimai fəaldır o molla mənim üçün orada, tək qoymaq lazım deyil orada. Əslində ümumiyyətlə, yəni bir-birini müdafiə etməkdən irəli gəlir və belə olduğu təqdirdə təəssüf ki, biz bu etməyə bunu məcburuq. Təəssüf. Elə bir hakimiyyət yoxdur ki, buna ehtiyac olmasın. Təkcə bir nəfər gedib belə öz müşkülünü, öz problemini orada həll edə bilsin və 150 adamın birdən harasa belə demək olar hücum etməsinə və yaxud müraciət etməsinə ehtiyac qalmasın. Belə bir hakimiyyətə nail olana kimi biz görünür ki, vətəndaş olaraq öz gücümüzü göstərməliyik, təəssüf. Və bunu başqa bir yol qalmayır bunun üçün və biz bunu etməliyik ki, mən hətta deyirəm bu hökumət getdikdən sonra yeni hökumət gəlib qərarlanışana qədər Rustaveli xiyabanından, prospektindən getməməlidir vətəndaşlar. Çünki növbəti hakimiyyət çox şeyləri nəzərə almalıdır və çaşmamalıdır. Və bu çaşmama məsələsində də həddini bildirmə məsələsində vətəndaşların istisna rolu var. Vətəndaşsız bu iş olmur. Tək o gün görək, nəsib olsun. Biz döyüşürük hamımız, hər üçümüz məsələn burada və sadəcə bizi təqlid etməlidirlər. Biz də kimlərsə təqlid edirik təbii ki, burada bir şey yoxdur. Bəli, təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün həqiqətən də. Təşəkkür edirik. Bununla da bugünkü podkastımızı tamamlayırıq. Bu arada həmrəylik demişkən bizə də həmrəy ola bilərsiniz dostlar. Mauc Xəbər üçün iyanə edə bilərsiniz. Biz artıq neçə aydır Gürcü Arzusunun yeni aldığı qanunla tamamilə maliyyəsiz qaldıq və keçmişik artıq xalqın bizi dəstəklədiyi bir sistemə. Bunun üçün də bizi dəstəkləyə bilərsiniz. Dəstək olun ki, dəstək olaq. Bəli, dəstək olun ki, səsinizi çatdıra bilək. Danışa bilək, səsinizi çatdıra bilək. Sizinlə sağollaşırıq. Bəli, sağollaşırıq. Sona qədər baxdınızsa xüsusilə təşəkkür edirik. Bizi izləməyiniz də bir dəstək, necə deyək, göstəricisidir. Ona görə həmrəy olaq, birgə olaq, bilmirəm, mübarizə edək, ən azından sonuna qədər mübarizə edək ki, sonda məğlub belə olsaq, o vicdanımız rahat olsun ki, biz sonuna qədər savaşdıq.